Kobe Bryant dəli idi. 30 gün, 30 idmançı gün 1. O hər gün saat 4-də zir qaranlıq zalda tək başına atış edirdi. Bir gün komanda yoldaşı qaranlıq zalda onu tapır və təklif edir ki, işığı yandırsın. Amma o bu təklifi rədd edir. Oyunun son saniyələrində o böyük təzyiq altında gözlərin səni tərk edir. Mən səbəti görmək yox, hiss etməyi öyrənmək istəyirəm. Şərtlər mükəmməl olanda hər kəs bu oyunu oynaya bilər. Ancaq əfsanələr qaranlıqda üzə çıxır. Heç bir uğur təbii ki təsadüf deyil. Dünya basketbol tarixində adını qızıl hərflərlə yazdırmış Kobe Bryant'ın uğuru da təbii ki təsadüf deyildi. Dünyaca məşhur basketbolçu heç vaxt təslim olmaması və hər oyuna eyni ehtirasla oynaması ilə tanınırdı. Meydana çıxdığı anda sanki bir döyüş maşınına çevrilərək rəqiblərinə qarşı amansız müdafiəçi ilə seçilirdi. O bu böyük gücün fərqində idi və 2000-ci illərin ortalarından başlayaraq özünü Black Mamba, yəni Qara Mamba adlandırmağa başladı. Karyerasının ən güclü illərində o bu ləqəbin tam olaraq haqqını verdi və milyonlarla insanın idoluna çevrildi. Onun sadəcə bir düşüncəsi var idi: çətinlikdən qaçmamalı, gizlənməməli və israrla qalib gəlməli idi. Məhz bu düşüncə tərzi Mamba mentality, yəni Mamba düşüncəsi adlandı. Bu fəlsəfə həm idman tarixinə düşdü, həm də Kobe Bryant'ın insanlığa buraxdığı mirasa çevrildi. Daha çox idman məlumatı üçün səhifəmi izləməyi unutmayın.